Hazırlaşan müəllimlər, mən bugün sizə analitik strategiyalar, əməkdaşlıq və kommunikasiya strategiyaları, refleksiya strategiyaları mövzusunu izah edəcəm. Analitik strategiyalardan başlayaq. Tədrisdə düşünmə, dərk etmə və əsaslandırma bacarıqlarının inkişafı burada yer alır. Analitik strategiyalar müasir təhsil sistemində təlimin əsas dayaqlarından biri olmaqla şagirdin pasiv bilik istehlakçısı deyil, fəal düşünən, analiz edən və nəticə çıxaran subyekt kimi formalaşmasını təmin edir. Bu yanaşmada bilik hazır şəkildə ötürülmür. Əksinə, şagird bilikləri dərk edir, strukturlaşdırır, əlaqələndirir və əsaslandırır. Analitik strategiyaların tətbiqi nəticəsində müəllim-şagird münasibətləri ənənəvi avtoritar modeldən uzaqlaşaraq intellektual tərəfdaşlıq modelinə transformasiya olunur. Müəllim bilik mənbəyi rolundan çıxaraq düşünməni istiqamətləndirən peşəkar bələdçi funksiyasını yerinə yetirir. Analitik strategiyaların əsas pedaqoji mahiyyətinə baxaq. Bu strategiyalar aşağıdakı əsas idraki proseslərin inkişafına xidmət edir. Məlumatın bütöv deyil, hissələr üzrə dərk edilməsi, hadisə və anlayışlar arasında səbəb-nəticə əlaqələrinin qurulması, fakt, fikir və mövqelərin arqumentləşdirilməsi, müxtəlif baxış bucaqlarının müqayisəsi və qiymətləndirilməsi, nəticələrin ümumiləşdirilməsi və yeni situasiyaların transferi. Beləliklə, şagird yalnız nəyi öyrəndiyini deyil, niyə və necə öyrəndiyini dərk edir. Analitik strategiyaların əsas xüsusiyyətlərinə baxaq. Məlumatın hissələrə bölünməsi və strukturlaşdırılması. Şagird mövzunu bütöv şəkildə əzbərləmir. Anlayışları alt komponentlərə ayırır, anlayışlar arası əlaqələri müəyyən edir. Məsələn, tarix dərsində bir hadisə siyasi, iqtisadi və sosial aspektlər üzrə ayrıca təhlil olunur. Məntiqi əlaqələrin qurulmasına baxaq. Şagird faktlar arasında əlaqə yaradır, nəticəyə məntiqi yolla gəlir. Məsələn, bu qərar qəbul edilməsəydi hansı nəticə yaranardı? Tipli suallar verilir. Fakt və mövqələrin əsaslandırılmasına baxaq. Şagird yalnız fikir bildirmir, həmin fikri sübutlarla dəstəkləyir. Məsələn, bu fikirlə razıyam çünki mənbəyə əsasən bu kimi ifadələrlə cavablandırmada fakt və mövqələrini əsaslandırmış olur. Alternativ yanaşmaların dəyərləndirilməsinə baxaq. Eyni problemin bir neçə həll yolu təqdim edilir və onların üstün və zəif tərəfləri müzakirə olunur. Məsələn, eyni məsələ üçün fərqli həll modellərinin müqayisəsi. Tədris prosesində tətbiq nümunələrinə baxaq. Məsələn, suallarla düşünməyə istiqamətləndirmə, müəllim mövzunu izah etdikdən sonra hazır nəticə təqdim etmir, əvəzində mərhələli suallar verir. Bu vəziyyət hansı səbəblərdən yarana bilərdi? Bu nəticəyə aparan əsas amil hansıdır? Alternativ qərar qəbul edilsəydi nə dəyişərdi? Bu zaman şagird düşünməyə məcbur olur və öz nəticəsini formalaşdırır. Digər nümunəyə baxaq. Nə baş verdi yox. Niyə baş verdi yanaşması? Ənənəvi dərsdə şagird hadisəni sadalayır. Analitik strategiyada isə səbəb axtarır. Məsələn, ənənəvidə münaqişə baş verir deyirik. Analitikdə isə münaqişənin yaranmasına səbəb olan sosial və psixoloji faktorlar hansılardır? Sual ünvanlanır. Digər nümunəyə baxaq. Səhvin təhlili obyekti kimi təqdim olunması. Müəllim səhv cavabı cəza və ya mənfi qiymətləndirmə kimi deyil, öyrənmə fürsəti kimi təqdim edir. Məsələn, bu cavab maraqlıdır, gəlin baxaq. Harada məntiq qırıldı və bunu necə düzəldə bilərik? Bu yanaşma şagirdin düşünməkdən çəkinməsinin qarşısını alır. Müəllim-şagird münasibətlərinə təsirinə baxaq. Analitik strategiyaların tətbiqi nəticəsində şagird öz fikrinin dəyərli olduğunu hiss edir. Müəllim bilik ötürən deyil, düşüncə tərəfdaşı rolunu oynayır. Sinifdə qorxu deyil, təhlükəsiz intellektual mühit formalaşır. Qarşılıqlı hörmət və akademik etimad güclənir. Bu münasibət modeli şagirdin tənqidi düşünən, əsaslandırılmış qərar verən və məsuliyyətli fərd kimi formalaşmasına zəmin yaradır. Akademik nəticəyə baxaq. Nəticə olaraq analitik strategiyalar tədris prosesini mexaniki yaddaşdan məntiqi düşüncəyə, müəllim mərkəzliyindən şagird yönümlü tərəfdaşlığa, hazır cavablardan əsaslandırılmış nəticəyə yönəldir. Bu yanaşma müasir təhsil sistemində müəllim-şagird münasibətlərini dərinləşdirən, öyrənməni mənalandıran və davamlı inkişaf təmin edən əsas strateji mexanizmlərdən biridir. Əməkdaşlıq və kommunikasiya strategiyalarına baxaq. Sosial öyrənmə və qarşılıqlı münasibətlərin qurulması. Əməkdaşlıq və kommunikasiya strategiyaları müasir təhsildə öyrənməni fərdi intellektual fəaliyyət səviyyəsindən
çıxararaq sosial qarşılıqlı təsir müstəvisinə daşıyır. Bu yanaşmada bilik yalnız müəllimdən şagirdə ötürülən informasiya deyil, ünsiyyət, dialoq və birgə fəaliyyət nəticəsində formalaşan sosial məhsul kimi qəbul olunur. Bu strategiyaların tətbiqi müəllim-şagird münasibətlərində ənənəvi iyerarxiyanı zəiflədir. Münasibətləri əməkdaşlıq, qarşılıqlı anlaşma və açıq dialoq üzərində qurur. Müəllim təkcə təlim verən deyil, ünsiyyət mühitini formalaşdıran pedaqoji lider rolunda çıxış edir. Əməkdaşlıq və kommunikasiya strategiyalarının pedaqoji mahiyyətinə baxaq. Bu strategiyalar aşağıdakı əsas sosial və kommunikativ bacarıqların inkişafına xidmət edir. Fikrin aydın və əsaslandırılmış şəkildə ifadə etmə, qarşı tərəfi dinləmə və anlama, müxtəlif mövqelərə tolerant yanaşma, birgə qərar vermə və məsuliyyətli paylaşma, sosial münasibətlərdə etik davranış, beləliklə şagird yalnız bilik əldə etmir, eyni zamanda cəmiyyət daxilində ünsiyyət qura bilən sosial şəxsiyyət kimi formalaşır. Əsas xüsusiyyətlərin geniş izahına baxaq. Aktiv dinləmə və açıq ünsiyyət. Müəllim şagirdin fikrini yarımçıq kəsmir, onu diqqətlə dinləyir, suallarla dərinləşdirir. Məsələn, sən bu fikrə necə gəldin? Bu nümunəni biraz açardınmı? Bu yanaşma şagirdə öz fikrinin dəyərli olduğunu hiss etdirir. Qarşılıqlı hörmət və etimad. Şagird fikrinin səhv olacağından qorxmur. Çünki müəllim onu tənqid etmir, izah etməyə təşviq edir. Məsələn, bu yanaşma maraqlıdır. Gəlin birlikdə baxaq və başqa necə ola bilər? Birgə qərar vermə. Dərsin gedişində bəzi qərarlar müəllim tərəfindən tək başına deyil, şagirdlərlə birlikdə qəbul edilir. Məsələn, layihənin mövzusu, müzakirə qaydaları, təqdimat forması və s. Fikir müxtəlifliyinin qəbul edilməsi. Eyni sualların fərqli cavabların mövcudluğu normal qəbul olunur. Məsələn, bu sual bir neçə düzgün yanaşma ola bilər bu suala. Gəlin hamısını müqayisə edək. Tədris prosesində tətbiq nümunələrinə baxaq. Məsələn, qrup işi əsasında əməkdaşlıq. Şagirdlərə ortaq problem təqdim olunur və onlar rolları bölüşdürərək birgə həll yolu axtarırlar. Bu prosesdə fikir mübadiləsi aparılır, kompromis əldə edilir, məsuliyyət paylaşılır, müəllim isə müşahidəçi və istiqamətverici rolu icra edir. Digər nümunəyə baxaq. Dialoq və müzakirə əsaslı tapşırıqda müəllim açıq sual təqdim edir və şagirdlər öz arqumentlərini səsləndirir. Məsələn, bu situasiyada hansı qərar daha ədalətli olardı və niyə? Burada məqsəd düzgün cavab tapmaq deyil, məntiqi və etik əsaslandırma aparmaqdır. Digər nümunəyə baxaq. Şagirdin sərbəst fikir ifadəsi üçün təhlükəsiz mühit. Şagird fikrini söyləyərkən dil və ifadə baxımından sərbəst olur. Müəllim onu akademik dildə yenidən formalaşdırmağa kömək edir, lakin susturmur. Digər nümunədə dil baxımından bərabər mövqedə ünsiyyət. Müəllim əmrverici ifadələrdən deyil, dialoq yaradan cümlələrdən istifadə edir. Belə et yox. Necə etsək daha məqsəd uyğun olar? Səhvdir yox. Bu fikri biraz yenidən düşünək deyə vurğulayır. Müəllim şagird münasibətlərindən təsirinə baxaq. Əməkdaşlıq və kommunikasiya strategiyalarının nəticəsində şagird özünü təhlükəsiz, dəyərli və qəbul olunmuş hiss edir. Müəllim avtoritar figurdan kommunikativ və sosial liderə çevrilir. Sinifdə rəqabət yox, əməkdaşlıq mədəniyyəti formalaşır. Konflikt dialoq yolu ilə həll olunur. Bu mühitdə şagird ünsiyyət bacarıqlarını inkişaf etdirən öz mövqeyini müdafiə etməyi, başqalarının mövqeyinə hörmətlə yanaşmağı öyrənir. Akademik nəticədə isə belə vurğulaya bilərik ki, əməkdaşlıq və kommunikasiya strategiyaları təlimi sosial qarşılıqlı təsirə əsaslanan prosesə çevirir. Müəllim-şagird münasibətlərində humanist və demokratik model yaradır. Şagirdi bilik daşıyıcısı ilə yanaşı ünsiyyət qura bilən sosial subyekt kimi formalaşdırır. Bu strategiyalar müasir təhsil sistemində sağlam pedaqoji münasibətlərin effektiv öyrənmənin əsas şərtlərindən biri hesab olunur. Refleksiya strategiyalarına baxaq. Öyrənmənin dərk edilməsi və şəxsi inkişaf. Refleksiya strategiyaları müasir təhsildə öyrənməni yalnız yekun nəticələrə əsaslanan qiymətləndirmə çərçivəsindən çıxararaq öyrənməni prosesin dərk edilməsi, şuurlu təhlili və davamlı inkişaf istiqamətinə yönəldir. Bu yanaşmada təlim nəticə əldə etmək məqsədindən çox necə öyrənildiyini anlamaq üzərində qurulur. Refleksiya strategiyaları müəllim-şagird arasında birgə düşünmə, səmimi dialoq və qarşılıqlı inkişaf mühitinin formalaşmasına xidmət edir. Burada müəllim yalnız qiymətləndirən deyil, eyni zamanda öyrənən və öz fəaliyyətini analiz edən peşəkar kimi çıxış edir. Refleksiya strategiyalarından
Pedaqoji refleksiya strategiyalarının pedaqoji mahiyyətinə baxaq. Refleksiya öyrənənin öz təlim fəaliyyətinə kənardan baxa bilməsi, düşüncə və davranışlarını şuurlu şəkildə dəyərləndirməsi bacarığıdır. Bu strategiyalar bəzi əsas məqsədlərə xidmət edir. Onlara baxaq. Öyrənmə prosesinin şagird tərəfindən dərk edilməsi, biliklərin necə formalaşdığının anlaşılması, güclü və inkişaf etdirilməli tərəflərin müəyyənləşdirilməsi, davamlı özün inkişaf vərdişlərinin formalaşması. Beləliklə şagird yalnız bilik əldə edən deyil, öz öyrənməsini idarə edən subyektə çevrilir. Əsas xüsusiyyətlərin geniş izahına baxaq. Özünü qiymətləndirmə nədir? Şagird öz fəaliyyətini müəllimin verdiyi qiymətlə yanaşı öz meyarları əsasında da dəyərləndirir. Məsələn, tapşırığı nə dərəcədə yerinə yetirdim? Harada daha yaxşı idi? Düşüncənin şuurlu şəkildə dərk edilməsi. Şagird cavabı necə tapdığını, hansı addımlarla düşündüyünü izah edir. Məsələn, bu nəticəyə gəlmək üçün əvvəlcə, sonra da bunları etdim. Güclü və zəif tərəflərin müəyyənləşdirilməsi. Refleksiya şagirdə öz imkanlarını realist qiymətləndirməyə kömək edir. Məsələn, mövzunu anladım, amma izah edərkən çətinlik yaşadım. Davranış və düşüncə dəyişikliklərinin izlənməsi. Şagird əvvəlki və indiki yanaşmalarını müqayisə edir. Məsələn, əvvəl belə düşünürdüm, indi isə fərqli yanaşıram. Tədris prosesində tətbiq nümunələrinə baxaq. Nümunə 1. Dərsin sonunda refleksiv suallar. Müəllim dərs başlayarkən şagirdlərin yazdığı və şifahi şəkildə cavab alır. Bu dərsdə sənin üçün ən vacib fikir nə oldu? Daha doğrusu müəllim dərsin sonunda şagirdlərdən yazdı və şifahi şəkildə cavab alır. Bu dərsdə sənin üçün ən vacib nə oldu? Hansı məqamda çətinlik hiss etdin və səbəb nə idi? Bu sualla dərsi şagird şuurunda tamamlayır. İkinci nümunəyə baxaq. Növbəti dəfə nəyi fərqli edərdim? Yanaşması. Şagird eyni tapşırığı yenidən etsəydi, hansı dəyişiklikləri edəcəyini düşünür. Bu gələcək davranışların planlaşdırılmasına xidmət edir. Üçüncü nümunəyə baxaq. Müəllim öz tədrisini analiz etməsi. Müəllim dərsdən sonra özünə refleksiv suallar verir. Hansı üsul effektiv oldu? Hansı məqamda şagirdlərin marağı azaldı? Növbəti dərsdə nəyi dəyişməliyəm? Bu müəllimi öyrənən peşəkar mövqeyində saxlayır. Müəllim-şagird münasibətlərinə təsiri. Refleksiya strategiyalarının tətbiqi nəticəsində şagird məsuliyyət daşıyan, özünü dəyərləndirən öyrənənə çevirir. Müəllim həmişə doğru olan mövqedən çıxaraq açıq və inkişaf yönümlü mövqedə durur. Şagird və müəllim arasında səmimi və etibarlı ünsiyyət formalaşır. Təlim prosesində qarşılıqlı inkişaf əsas prinsipə çevrilir. Bu münasibət modeli qorxuya deyil, etimada və əməkdaşlığa əsaslanır. Nəticə etibarilə refleksiya strategiyaları təlim prosesini nəticə yönümlü yox, proses yönümlü, müəllim mərkəzli yox, şagirdin özünü dərk etməsinə əsaslanan, statik yox, davamlı inkişaf edən sistemə çevirir. Bu strategiyalar müasir təhsil sistemində müəllim-şagird münasibətlərinin dərinləşməsində, öyrənmənin mənalandırılması və şəxsiyyətin formalaşmasında həlledici rol oynayır. Yekun nəticəyə baxaq. Analitik əməkdaşlıq və refleksiya strategiyalarının tədris prosesində inteqrativ şəkildə tətbiqi müasir təhsil sisteminin mahiyyətini köklü şəkildə dəyişir. Bu strategiyalar birlikdə tətbiq olunduqda təlim mexaniki bilik ötürülməsi prosesindən çıxaraq şuurlu düşünmə, sosial qarşılıqlı təsir və davamlı özünün inkişaf üzərində qurulan dinamik pedaqoji sistemə çevrilir. Analitik strategiyalar şagirdin məlumatı sadəcə qəbul edən deyil, onu təhlil edən, əlaqələndirən və əsaslandıran düşünən subyekt kimi formalaşmasını təmin edir. Əməkdaşlıq və kommunikasiya strategiyaları bu düşünmə prosesini sosial müstəviyə daşıyaraq qarşılıqlı anlaşma, dialoq və birgə fəaliyyət mədəniyyəti yaradır. Refleksiya strategiyaları isə öyrənmənin nəticələri ilə yanaşı prosesin də dərk edilməsini təmin edərək şagirdin və müəllimin öz fəaliyyətinə şuurlu yanaşmasını formalaşdırır. Bu strategiyaların vəhdəti nəticəsində təhsil sistemi mexaniki deyil, düşüncə yönümlü xarakter alır. Öyrənmə əzbərləməyə deyil, anlamağa, dəyərləndirməyə və tətbiq etməyə əsaslanır. Müəllim-şagird münasibətləri formallıqdan çıxaraq pedaqoji tərəfdaşlığa çevrilir. Müəllim nəzarətçi və hökmverici mövqedən uzaqlaşaraq bələdçi, kommunikativ lider və birgə öyrənən rolunda çıxış edir. Şagird təkcə bilik qazanan deyil, şəxsiyyət kimi formalaşan öyrənənə çevrilir. O məsuliyyət daşıyan, öz fikrinə əsaslandıran, başqası mövqeyinə hörmət edən və öz inkişafını idarə edə bilən fərd kimi yetişir. Nəticə etibarilə analitik əməkdaşlıq və refleksiya strategiyalarının inteqrasiyası təhsil sistemində humanist, səriştə yönümlü və şəxsiyyət yönümlü yanaşmanın reallaşmasına şərait yaradır. Bu yanaşma müəllim-şagird münasibətlərini gücləndirir, öyrənməni mənalandırır və müasir cəmiyyətin
tələblərinə cavab verən, düşünən, ünsiyyət qura bilən və özünü inkişaf etdirən şəxsiyyətlərin formalaşmasına təmin edir. Bu qədər, uğurlar.